Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: Ən xeyirli qadın o qadındır ki, əri ona nəzər saldıqda onun üzü gülsün, əmr etdikdə ona itayət etsin, ərinin xoşlamadığı işləri görməklə və onun malını israf etməklə ona asi olmasın. Hörmətli qadınlar, əlkiniz çatan bacılarda asilik görsəniz, məsələn, ərinə itayət etmir, dinində, imanında naqislik var və ya şəri hicab geyinməkdə səhlənkarlıq edirsə, gözəl şəkildə haqqa dəvət edin, yoxsa çox keçməz bacınızı itirə bilərsiniz. Uca Allah buyurur: qullarıma de ki, ən gözəl sözləri danışsınlar, çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən şeytan insanın açıq aydın düşmənidir.